işgəncədə olmuşam. Mənim dırnaqlarımı çəkib, mənim dişimdən toka verib. Niyə? Hansını araşdırmısan sən? Sənin özün də işgəncələrin içində olmuşsan. Sən də orada bizə işgəncə veriləndə ləzzət almışsan. Hansını araşdırmısan? İndi sən təzdən çağırmışsan hamını bir-bir gəlin mən sizin şikayətinizdən. Hansı şikayətə baxasın? Cinayətkarlar əlini qolunu sallayıb gəzir. Hikmət Həsənovdur, Teymur Məmmədovdur, Bəyov Firdovsidir, Cavad Ovanardır, 700 üçün bütün Tərtər istiqamətində o 703-də kim xidmət edib, hamısının həyatını Teymur Məmmədov məhv elədi qoydu ora. Niyə bugünkü günü gəzməlidir azadlıqda? Hamısı da orada işgəncə verəndə bütün uşaq hamısı ağlaşırdı. Orada qan su yerinə axırdı. Niyə? Səbəb nə idi? Nə eləyirdin? Sən mənim sağlamlığım yox. Sən get mənim anamın sağlamlığını qaytar. Sən gəlin mənim anama demişsiniz ki, sizin oğlunuz ölüb 3 günə meydini gətiririk. Mənim anam da bugünkü günü unsilinlə yaşayır. Şəkər xəstə, təzyiq xəstə. Niyə? Yataq xəstəsidir mənim anam. Qaytar şərəfsiz mənim anamın sağlamlığını. Qaytar. Kişiliyin var mənim anamın sağlamlığını qaytar. Sizdə şərəf kişilik yoxdur. Hınız pula satılmış şərəfsizlərsiniz. Sən Vaqifin, Hikmət Həsənov, sən Vaqifin anasına söyürsən, başına tapanca. Sən Vaqifin anasına söyürsən, mən də anama söyürsən, bütün analara söyürsən. Niyə? Sən ananın, bacının, ailən qədrini bilmirsənsə, niyə sən bizlərə söyməlisən? Niyə söyməlisən sən Vaqifə? Ya obisinə, ya ma, niyə söyməlisən? Sana kim verib o ixtiyarı? İndi deyirlər biz istintaq qrupu. Nə istintaq qrupu? Hansı istintaq qrupundan danışırsan sən? Cinayətkarlar hamısı gəzir azadlıqda. Bizim orada yatan o qardaşlarımız var türmədə. Bax 5, 20 il, 17 il, 15 il alan oğlanlar. Hamısı günahsız yatır orada. Aş buraqda olurlar. Aş buraq azadlığı ondan sonra istintaqını başla. Aş buraq deyil. Nə səbəbə? O dözə bilməyib də qardaş. İnsandır, dözə bilməyib. Dözə bilməyib alıb boynuna, ya kimisə üzünə qoyublar. Əskər dözə bilməyib üzünə durub deyib belə eləmsən. Sən günahsız yerə necə cəmaatın balasına aparıb 20 il iş verirsən. Niyə? Nədir səbəb? Sən ölənlərin nətər ailəsinin üzünə baxa bilərsən? Sən valide xananın üzünə nətər baxarsan? Nə deyib onu çağırarsan? Dərsən ki, sənin oğlunu nə deyib öldürmüşük? Nə deyib öldürmüşük də valide xananın oğlunu nə deyəcək o prokuror? O yoldaşını itirənlər çağıracaq. Deyəcək sənin yoldaşını biz nə deyib, niyə öldürmüşük? Qardaş, niyə öldürürdün? Niyə mənə işgəncə verirdin? Sən mənə milyon da versən, trilyon da versən.